Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizin üçün bugün keçirilən sınağın tarix fənninə aid olan sualların izahatı ilə tanış edək. Suallarımıza keçid alaq. 31-ci sualda qeyd edilir ki, Şimali Azərbaycanın 19-cu əsrin 50 və 70-ci illər tarixi üçün oxşar cəhət soruşur. Qafqaz canişinin tərkibində olması. İlk öncə Qafqaz canişini bilmək lazımdır ki, 1844-1883-cü ilə qədər həminki dövrdə olduğuna görə 50-70-ci illərdə Qafqaz canişinin tərkibində olmasının doğrudur. Yəni götürə bilərik. Yeni quberniyalar. 50 və 70-ci illərdə yeni quberniyalar yaradılmayıb. Yanlışdır bu. Hərbi verginin alınması 1887-ci ilə aid olduğu üçün götürmürük. Neft emal edən zavodların inşa edilməsi. Bəli, məsələn, Ağ neft zavodu, sonra 70-ci illərdə də belə zavodlar inşa olunub. Deməli, uyğun cavabımız A variantı 1-dən 4 olar. Digər bir suala baxaq. Xəritədə göstərilmiş komendant idarə usul dövrünə aid olan hadisələri müəyyən edin. Komendant idarə usulu dövrünə aid olan hadisələri müəyyən edin. Burada diqqətlə baxaq. Komendant idarə usulu ilk öncə bilməliyik ki, 1840-cı ilə qədər 10 aprel qanununda ləğv olunub. Deməli, bundan əvvəlki olan hadisələri biz sadalamalıyıq. Deyir ki, 1-3 ərazisində Çar Rusiyasının müstəmləkət siyasətinə qarşı üsyan baş vermişdir. Lənkəranda və Şəkidə baş verib, doğrudur, götürürük. 1-2 19-cu əsrin 20-ci illərində təşkil edilməsi. Lənkərandan yeni Qarabağ göstərilib 20-ci illərdə. Məsələn, Lənkəran 1926-da, Qarabağ 1922-ci ildə ayrətə çevrilib, o da təşkil edilməsi doğrudur, götürə bilərik. Kürəkçay müqaviləsində 3-dən 4 Şamaxanlığı Kürəkçay müqaviləsini imzalanmayıb, yanlışdır. Şəkini götürmək olar. 2-4 müəyyən müddət Dərbənd quberniyasının tərkibində olmuşdur. Dərbənd quberniyasının tərkibində ümumiyyətlə heç vaxt Qarabağ və Şamaxı ərazisi olmayıb. Ona görə də bu da yanlışdır. Sualın doğru cavabı 1-lə 2, yəni A variantı doğru cavabdır. Digər bir suala baxaraq 14-cü əsrin birinci yarısında aid olanları müəyyən edin. Şirvanşahlar dövlətinin Dərbəndilər sülaləsinin hakimiyyətə gəlməsi. Bu 1382-ci ilə aid olduğu üçün 14-cü əsrin ikinci yarısına aiddir. Osmanlı dövlətinin yaranması deməli 1302-dirsə birinci yarısına aid götürə bilərik. 100 illik müharibənin başa çatması 1453 olduğu üçün 14-cü əsr deyil, 15-ci əsrdir. Fransada 2 dəfə baş tatların çağırılması 1302-ci ildə götürürük. Kresi döyüşündə fransızlar ingilislərə məğlub oldular. 1346. Bu da gedir, doğrudur. Deməli, uyğun cavabımız 2, 4, 5, yəni C variantında doğru cavabımız verilir. Digər bir sualda qeyd edilir ki, Mehranilər sülaləsinin Albaniyada hakimiyyətdə olduğu dövrə aiddir. İlk öncə Mehranilər götürmək lazımdır 7-ci əsrin əvvəllərindən 705-ci ilə qədər olan dövrü nəzərdə tutmaq lazımdır. Bu Xürrəmilər 816-cı ildə aid olduğunu götürmürük. Manisçilik 3-cü əsrə aiddir, götürmürük. Amid 159 düşmür. Ərəblərə qarşı Azərbaycanın cənubunda üsyan baş verir. 644-də Ərdəbildə baş verir. Bunu götürə bilərik, doğru cavab. 3-cü Mömin Vaçaqanın xristianlığı yaymağa çalışılması isə deyək ki, 487-dən başlasaq, bu 5-ci əsrə aiddir, götürülə bilməzdir. Ona görə də D variantı uyğundur 34-cü sualda. Növbəti 35-ci suala baxsaq, burada qeyd edilir ki, doğru hadisə nəticə əlaqələrini müəyyən edilir. Osmanlı dövlətinin Konstantinopol tutması, Ağqoyun dövləti Qaradənizə. Bax, burada çox diqqətlə, Konstantinopolun tutması 1453-dür. Onda Ağqoyun dövləti mövcud deyildi, götürmürük. Şirvanşah 1-ci İbrahimin Qızıl Ordu xanı Toxtamışla ittifaq bağlanması Şirvanşahlar daxili müstəqilliyi saxladı. Toxtamışla ittifaq bağlamayıb, Teymurla bağlayıb, bu da yanlışdır. Uzun Həsənin Venesiya ilə hərbi ittifaq bağlaması Otluqbeli döyüşündə Bayandurlu qoşunları qalib gəldi. Otluqbelidə məğlub olub, yanlışdır. Cahan Şahın Heratı tutması Teymurlər dövləti süqut etdi. Xeyr, bu Şeymanilər tərəfindən süquta uğradılmışdı, asıl hala düşdü. Deməli, sualın doğru cavabı Y variantıdır. Burada deyir ki, Qaraqoyunların Sədr döyüşündə Teymurlərin məğlub etməsi, Teymurlərin Azərbaycandan qovulması. Bu 1408-ci ilə aid olan hadisədir. Burada doğru cavabdır. 36-cı sualda 1955-67-ci illəri arasında dövrə aid olan ifadələr müəyyəni. Böyük Straş 1958-də Çində baş verib götürürük. Falkland 1982-ci ilə aid olduğu üçün götürmürük. Avropa İqtisadi Birliyi 1957 olduğu üçün götürürük.
Ərəb baharı 2010-cu ilə aid olduğu üçün götürmürük. Körfəz müharibəsi 90-cı illərdə olduğu üçün götürülmür. Deməli, bu sualın doğru cavabı 1 ilə 3 C variantı doğru cavab olacaqdır. Digər 37-ci sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin. Azərbaycan Sasanilərin tərkibində. Biz burada bilirik ki, Sasanilərin tərkibində Xostak olub, Uc aid deyil, Qazı aid deyil, ərəblərə aiddir. Ərəb xilafətinin tərkibində Cizyə olub, Amil olub, Satrap aid deyil. Deməli, burada A, digərində isə AB, doğru cavabımız C variantında verilib. Digər 38-ci sual Makedon İskəndərin hakimiyyət dövrü üçün xarakterik deyil. Makedon İskəndərin hakimiyyət illəri 336-323-cü illəri əhatə eləyir. Ona xarakterik deyil. Yunan şəhər dövlətlərinin azadlığına son qoyulması. Bəli, bu xeyr-önəyə döyüşündədir. Götürürük. Aid olmayan isə götürürük. İmperiya çevrilməsi aid olduğu üçün götürmürük. Əhəməni dövlətinin süquta uğraması onun dövrünə aid olduğu üçün götürürük. Atropatena dövlətinin hərbi Atropatena dövlətinə Makedoniya əlaqəsi yoxdur. Makedon İskəndərin imperiyasının parçalanması nəticəsində yaranıb. Müqavimətə baxmayaraq bütün Hindistanı işğal etməsi də yanlışdır cavabdır. Bütün Hindistanın bir hissəsini işğal etmişdi. Hind çayına qədər olan hissəsini. Ona görə bir dəqiqə yenə diqqətlə baxsaq, Atropatena dövlətinin hərbi yürüşün təşkil edilməsi bütün Hindistanın tutulması. 4 ilə 5 yanlışdır, ola bilməz. 1, 2, 3, 2. Makedoniyanın aid olmayanı deyir. Bir dəqiqə. Yenə diqqətlə baxaq, yanlışlığa yol verdi. Aid olmayanı götürmək lazımdır. Yunan şəhər dövlətinin azadlığına son qoyulması doğrudur, götürə bilərik. Makedon imperiya çevrilməsi aiddir, götürə bilmərik. Əhəməni dövlətinin süquta uğramasını götürə bilmərik, aiddir. Atropatena dövlətinin hərbi yürüşünün təşkil edilməsi aid deyil, götürürük. Müqavimətə baxmayaraq bütün Hindistanın işğal edilməsi aid deyil. Ona görə götürürük. Uyğun cavabımız olacaq 1, 4, 5, yəni D variantında doğru cavabımız verilib. 39-cu sualda 10-cu əsrin ikinci yarısında Azərbaycanda meydana gələn müstəqil federal dövlətlərdən biri idi. Paytaxtı Gəncə şəhəri idi. Bu deməli Şəddadilərdən söhbət gedir. İndi burada qeyd edilir ki, Azərbaycan Qərb xristian dövlətlərinin hücumlarının müdafiə olması mühüm rol oynadı. Mətndə bəhs olunan dövlətdən fərqli olaraq Salarilər dövləti 11-ci əsrdə süquta uğramış. Xeyr, Salarilər dövləti 981-dirsə 10-cu əsrin ikinci yarısıdır. Gürcülərə qarşı mübarizə ortaq cəhət olduğu üçün yenə də götürmürük. Deməli 1, 2 yanlışdırsa sualın doğru cavabı 3 ilə 4-dür. Yəni Azərbaycan torpaqlarının vahidlərlə birləşdirməsi, Azərbaycan cənubunda meydana gəlməsi. 39-a baxdıq və 40-cı suala baxırıq. Burada qeyd edilir ki, Kartli Xakati çarlığı 2-ci İraqli və Qarabağ xanı İbrahim Xəlil xanının Gəncəyə hücumu nəticəsində bu 1980-ci ilə aid olan hadisədir. Bu nəticəsində Gəncə xanlığında iki hakimiyyətli yaranmışdır. Ona görə də burada doğru cavabımız olacaq Gəncə xanlığında iki hakimiyyətin yaranması. Y variantı doğru cavabdır. Digər sualda dövlətlərin ümumi cəhətlərini müəyyən edin. Dövlətlərin ümumi cəhətinin Albaniya, Avropa, Hun, Göytürk, Uyğur, Ərəb xilafəti. C-dir, Çin üzərinə uğurlu yürüşlər etmişdilər. C, D, bəli. Çin üzərinə yürüşlər ediblər, doğrudur. Məsələn, Göytürk də hücum edib Uyğurlarda, Çini asılı həlla salıblar hətta. ABC, Bizans dövləti ilə ittifaq yaratmışlar. A, B, C, Göytürkləri. Bu da ola bilər. Sonra B, Y, aşina soyuna məxsusdur. Avropa Hun, bir də Y, Ərəb xilafəti. Aid ola bilməz. 3 olan variantları çıxırıq. 3 olan variantları çıxdıq. B, C, Y, Sasanilərə qarşı müharibədə qalib gəlməsi. B, C, Y. Avropa Hun Sasanilərə qarşı mübarizə aparmayıb. Səhvdir bu. 4 ola bilməz. Deməli, sualın doğru cavabı 1 ilə 2-dir. Yəni A variantı doğru cavab, A variantına doğru cavab verilmişdir. Digər bir suala baxsaq 42-ci sualda burada qeyd edilir ki, 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycan mədəniyyət tarixinə aid olan ümumi cəhət. Teatrın yaranması bilirik ki, 1773-dür. 20-ci əsrin əvvəllərinə aid ola bilməz. Burada ümumi cəhət istəyir. Qəzet və jurnallar da 1875-də Şimali Azərbaycandadır. Bu Cənubi Azərbaycandan. Ümumiyyətlə bu ümumi cəhət ola bilməz. Usul cəhət məktəbləri 20-ci əsrin əvvəllərində deyildi. Bu da 19-cu əsrin ikinci yarısındadır. İlk Rus-Azərbaycan məktəbinin açılması 1887 olduğu üçün yenə 19-cu əsrə düşür. Deməli, ilk ibtidai kənd məktəbinin açılması, yenə diqqətlə baxaq.
Deməli, Azərbaycan dilində qəzet və jurnalların çap edilməsi, ola bilsin çap edilməsi, yəni hər iki dövrə üçün, yəni 20-ci əsrin əvvəllərində də aid ola bilər. Yəni çünki digər kənd məktəbinin açılması 1874 Y variantı ola bilməz. İlk Rus Azərbaycan məktəbinin açılması 1884 götürmür. Usul cədid götürə bilməz. Milli teatr götürə bilməz. Burada B variantını götürə bilərik. Çünki hər iki dövrdə mövcud olub. Qəzet və jurnalların çap edilməyə başlanması desəydi götürə bilməzdik, amma edilməsi deyilsə götürmək olar. Ona görə də burada B variantı doğru cavabdır. 43-də baxırıq. 43-də deyir ki, uyğunluq gözlənilmişdi. Frank İmperatoru Böyük Karlın qələbəsi ilə bitmişdi. Batiyedi. Xeyr. Karl Martelin dövrünədir. Frank dövləti iç qanunlar topluluğunu yaratmışdı. Karl xeyr. Ludwig'dədir. Frank kralı Ludwig Roma imperiyasına qalib gəlmişdi. Sual son döyüşünə. Frank kralı deyirsə deyil. İtaliyanın tamamilə Frank dövlətini təkmil qatmışdı. Karl Martel yanlışdı. Kordova xilafəti ilə müharibə aparmışdı. Frank hökmdarı Böyük Karl. 756-cı ildə yaranmışdı. Bəli, Kordova dövləti ilə müharibə apara bilər. Doğrudur. Ona görə də Kordova xilafəti mübarizə aparması Y variantı doğru cavabımız olacaq. Digər 44-cü sualda qeyd edilir ki, 1-ci Qarabağ müharibəsi ilə 2-ci Qarabağ müharibəsinin ortaq cəhəti Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Bu 2-ci Qarabağ ümumiyyətlə ərazi bütövlüyünü antiterrorda tam təmin olunub. Bunu götürə bilmərik. Rusiyanın vasitəsilə hərbi əməliyyatdan dayandırıldı. Doğrudur. PUA-lardan istifadə Vətən müharibəsinə aiddir. Füzuli və Cəbrayıl rayonları arasında hərbi əməliyyatlar aparıldı. Bu da doğrudur. Deməli, burada sualın doğru cavabı olacaq 2 ilə 4, yəni D variantında doğru cavabımız verilib. 44-də baxdıq və növbəti 45-ci suala baxsaq. 45-ci sualda deyir ki, Qazan və Əjdərxan xanlıqlarına aid olan oxşarlıq. Böyük Monqol dövlətinin qoşunlarının hücumuna məruz qalması yanlışdır. Teymurilər dövlətinin asılı düşməsi yanlışdır. Qızıl Ordu dövlətinin parçalanması nəticəsində yaranmışdır. Doğru cavabımız C variantıdır. Digər 46-cı sualda eradan əvvəl 1-ci əsrdə Romaya qarşı Parfiya ilə müttəfiq olan dövlətin paytaxtını müəyyən edin. Romaya qarşı Parfiya dövləti müttəfiq olan, bu Atropatena dövlətidir. Onun paytaxtı Qazaka şəhəridir. Bu da 2 rəqəmi göstərmiş ərazidədir. Burada da B variantı doğru cavabdır. 47-ci sualda Şah Təhmasib, Şah Məmməd Xudabəndəyə aid olan xüsusiyyətlər. Deməli, paytaxtın yeni şəhərə köçürülməsi Təhmasibə aiddir. Osmanlı dövləti müharibə hər ikisinə aiddir. Osmanlı dövləti ilə müharibə, Osmanlı dövləti ilə sülh müqaviləsi Təhmasibə aiddir. Amasya məsələn. Amasyanı götürə bilərik. Molla Həsən döyüşündə Krım xanlığının məğlub edilməsi. Deyək ki, bu Məhəmməd Xudabəndəyə aiddir. Səfəvi sülalənin mənsub olması hər ikisinə aiddir. Deməli, 1-də olur AC, 2-də olur D, 3-də B-yi. Doğru cavabımız B variantında verilib. Digər 45-ci sualda səbəb nəticə əlaqələrinin 48-ci sualda səbəb nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Səbəb İpək yolunun əhəmiyyətini itirməsi nəticədə Səfəvi dövləti iqtisadi tənəzzülün baş verməsi. Doğru verildi. İpək yolunun əhəmiyyətini Səfəvi dövlətinin iqtisadi tənəzzülü baş verdi. Doğrudur. Bunu götürə bilərik doğru cavabı. Doğru istədiyiniz görə götürürük. Digər varianta baxın. Səfəvi dövlətinin idarəçiliyi irsilik prinsipinin olması. Nəticədə Qızılbaş əmirlərinin dövlət idarəçiliyinin mövqeyi zəiflədi. Xeyr. Zəifləmədi, yanlışdır. Digər hissəsinə baxaq. Səbəb Stepan Razinin quldur dəstəsinin Dərbəndən Gilanə qədər sahilboyu məntəqədən qarət etməsi nəticədə Səfəvi Rusiya arasında hərbi münaqişə yarandı. Xeyr, bununla əlaqəsi yoxdur. Səbəb Hindistana gedən dəniz yolunun kəşf edilməsi nəticədə Volqa-Xəzər yolunun əhəmiyyəti. Hindistana dəniz yolunun Volqa-Xəzər yolunun heç bir təsiri yoxdur. Səbəb Şimali Qafqazda Rusiya qalaları inşa etməsi nəticədə Rusiya dövləti üçün Xəzəryan torpaqları işğal etdi. Xeyr, bu dövrdə də o 2-ci Abbasın dövründədir, belə bir hadisə baş verməyib. Yəni, elə yanlış cavabımız burada digər variantda, yəni A variantında doğru cavabımız verilmişdir. Digər suala baxsaq, Şimali Azərbaycanın 20-ci əsrin əvvəlləri tarixinə aid olan doğru səbəb nəticə əlaqələri müəyyən edin. Dünya iqtisadi böhranın baş verməsi nəticəsində təmərküzləşməsi sürətləndir. Bəli, təmərküzləşmə baş verdi 1900-1903-cü illərdə Azərbaycanda da baş verib. Neft sahəsində ilk inhisarların yaranması, neft torpaqlarının hərrac yolda satışı başlandı. Xeyr.
Əslində hərrac yol yəni başlananın nəticəsi əksinə ondan sonra inhisarlar yaranır. Ona görə də yanlışdır. 1903-cü il əsaslənməsinin qəbul olunması dövlət kəndlərinin arasında təbəqələşmənin güclənməsi ola bilər. 1912-13-cü illər aqrar qanunu qəbul edilməsi dövlət kəndləri feodallıqdan azad edilir. Dövlət kəndləri də deyil, bu da sahibkar kəndlərinə aiddir. Ola bilməz. Deməli 1-3 uyğun cavabımız C variantında verilib. 49-cu sualda. Növbəti 50-ci suala baxaq. Fransada 3-cü respublikanın mövcud olduğu illərdə Almaniyada. 3-cü respublika, deməli bilmək lazımdır. 2-ci respublika 1852-də, 3-cü il 1871-dən başlayır. 1871-dən 1940-cı ildə. İndi deyir ki, Almaniyada hansı hadisə baş verir? Müqəddəs Roma İmperiyasının rəsmən son qoyuldu. Bu yanlışdır. 1806-da baş verib. Monarxiya devrildi. Monarxiya devrildi. Almaniyadan sonra. Monarxiya 1-ci Dünya müharibəsindən sonra bu 1940-cı ilə aid olduğu üçün burada əslində götürmək olar. Yəni bunu götürə bilərik. Monarxiyanın devrilməsi B variantı doğrudur da. 1918-ci ilə monarxiya devrilib. Adenauer deməli ona aid götürülməz. Deməli bu parçalanandan sonra Afer və Aderə bölünüb onun kansleridir. Aferin kansleridir. Bu aid deyil. Sadova 1866-dır, götürülmür. Şimal Alman 1866-dır. Götürmərik. Uyğun cavabımız B variantıdır. 51-ci suala baxırıq. 51-ci sualda qeyd edilir ki, 20-ci yüzilin 90-cı illərin əvvəlləri deməli Naxçıvan MSSR adına Sovet Sosialist Respublikasının adını götürməsi. Bəli, 90-cı ilin noyabr ayında baş verib. Bunu götürə bilərik. Amma Azərbaycan Respublikası deyirsə, bu 90-cı ildə Azərbaycan Respublikasını götürüb 91-dən başlayır. Deməli bu yanlışdır. 20-ci yüzilin əvvəllərinin 21-ci yüzilin ilk 10 illiyi bütün çadır şəhərciklərin ləğv olması. Bəli, 2007-ci ilə aid olduğu üçün ilk 10 illiyinə daxildir. Götürə bilərik. 21-ci yüzilin deməli 10-cu illəri burada qeyd edilir ki, Qarabağ Dirçəliş Fondunun yaradılması. Qarabağ Dirçəliş Fondu 2021-ci ildə yaradılıb. 10-cu illərinə aid götürmək olmaz, yanlışdır. 21-ci yüzilin 20-ci illəri Şuşa şəhərində dünya Azərbaycanlıların 5-ci qurultayın keçirilməsi. Bəli, 2022-ci ildə baş verdiyi üçün biz bunu doğru cavab kimi götürə bilərik. Ona görə də burada sualın doğru cavabı 2 ilə 4 olacaq. 2 ilə 4. Uyğun cavabımız 2 ilə 4. 52-ci sualda yeni sülalə və dövlətin əsasını qoydu. 1160-cı ildən etibarən Böyük Atabəy adlandı. Bu Şəmsəddin Eldənizdən aiddir. Burada yazar. Şəmsəddin Eldəniz. Deməli 1186-cı il hakimiyyətə gəldi. Həmədan döyüşünə qələbə qazandı. Bu Qızıl Arslana aiddir. Qızıl Arslan olsun. Deyir ki, 1-ci və 2-ci abzasda haqqında bəhs edən hökmdarların ümumi cəhət, yəni oxşar cəhətləri. Şirvanşahların tabe edilməsi, bəli, hər ikisi tabe edib. Qızıl Arslanda da var idi. Sultan titulunu daşıyan Qızıl Arslandı, yanlışdır bu. Dəbil Əmirliyin dövlətə birləşdirməsi. Dəbil Əmirliyin birləşdirməsi bu aid olmaz. Monqol qoşunlara qarşı mübarizə deyil. Deməli, yalnız bir uyğun cavabımız A variantında verilib 52-ci sualda. Növbəti 52-yə baxdıq və növbəti deməli 53-cü suala baxarıq. Deməli 53-cü sualda qeyd edilir ki, Osmanlı dövlətinin ələ keçirdiyi ərazilərin xronoloji ardıcıllığını müəyyən edin. Ərazilərinin xronoloji ardıcıllığını müəyyən edin. Ərazi göstərilib. Deməli burada Yunan, Albaniya ərazisi, sonra Misir, Tunis şimali. Deməli 2-3 rəqəm verilib. Yəqin ki 3 rəqəm elə olar. Deməli 1-ci Avropada işğallar həyata keçirir. Deməli 1 olmalıdır, elə ardıcıllıq 2 olmalıdır, sonra 3 olmalıdır. Yəni ardıcıllıq bu cür olmalıdır. Əvvəlcə Avropada işğalları müəyyən əraziləri işğal edir, sonra Misiri tutur. Sonra digər hissəsi deməli gəlir çıxır 3-də Konstantinopolun tutulması, Misirin tutulması, ondan sonra digər deməli Əlcəzair ərazisinin tutulması ola bilər. 1, 2, 3 ardıcıl olar.
Digər bir sualda Azərbaycan erkən tunç dövrünə aid olan xarakteri xüsusiyyətlərdəndir. Duluçuluq və toxuculuq kimi sənət əsərlərinin yaranması. Bu Neolit dövrünə aiddir. Dini ayinlərin ibadətgahları götürə bilərik. Əhalinin dağətəyi və dağlıq zonada məskunlaşması bunu götürdük. Bunu da götürə bilərik. Dağlıq və dağətəyi. Deməli 2, 3. Metaldan enolitdə istifadə olunub. Qoşqulu heyvanlardan istifadə olub. Deməli 2, 3, 5 olar. 2, 3 və 5 uyğundur. Digər bir sual Osmanlı İmperiyasının durğunluq və geriləmənin daxil olduğu səbəbləri. Durğunluq və geriləmənin daxili səbəbləri. Deməli, mərkəzi hakimiyyətin nüfuzdan düşməsi götürə bilərik. Beynəlxalq ticarət yollarının dəyişməsi, geriləmə dövrü. Deməli, bir də ordu quruculuğunda nöqsanların artması. Hərbi lent sistemi tamamilə ləğv edilməsi yanlışdır. Ordu quruculuğunda nöqsanların artması doğrudur. Deməli, olacaq burada 1 və 4 uyğun cavab. 56-da baxırıq. Heydər Əliyevin Azərbaycan SSR rəhbərlik dövrünə həyata keçirmiş sosial-iqtisadi tədbirlərə aid deyil. Bakı metrosunun ilk 6 stansiyası 1967-ci ilə aid olduğu üçün ona aid deyil. Heydər Əliyevin dövrünə düşmür. Bunu götürürük. Çünki aid olmayan istəyir. Məişət kondisionerlər zavodu aiddir. Götürmürük. Kolxozçuların pasportun verilməsinə başlanması 1959 olduğu üçün götürmür. Ağdam Xankəndi dəmir yolu 1979 olduğu üçün götürmürük. Deməli, burada uyğun cavabımız olacaq 1 və 3. 1 və 3 doğru cavabdır. 57-ci sualda burada qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti Tiflis dövrü, Gəncə dövrü, Bakı dövrü. Bunu yazıb, uyğunlaşdıraq. Türk dilinin dövlət dili elan olması 27 iyun tarixindədir. Deməli, bu düşəcək Gəncə dövrünə. Deməli, A düşəcək 2-yə. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 20 noyabrdırsa Bakı dövrünə düşür. Deməli, B 3-ə aid olar. Osmanlı dövlətinin AXC dövlət müstəqilliyin tanınması 4 iyun tarixində Tiflis dövrünə düşür. Pulsuz torpaq payının verilməsi. Bu baş tutmadı. Bu yanlışdır. Götürmürük. Konstitusiyada qəbul edilməyib. Deməli, uyğun cavabımız elə 1C, 2A, 3B doğru cavab olacaqdır. Digər bir sualda İngiliz parlamenti Bostoçan qonaqlı adlanan hadisədən sonra fəaliyyətini dayandırdı. Dözülməz qanunlar adlanan sənəd İngiltərə parlamentinin qəbul etdikdən sonra 1773-cü ildə Konqres toplanıldı. Mənbədə bəhs olan müharibədə İngiltərəyə qarşı mübarizə aparan Qərbi Avropa dövlətlərinin ikisini, Hollandiya məsələn və Fransanın adını çəkə bilərik. Bəhs edilən müharibədə İngiltərənin məğlub olmasının mənbədə verilməyən iki səbəbini müəyyən edin. Mənbədə deməli hansı ki Avropa dövlətlərinin çox böyük yardımı var idi. Həmçinin belə deyək ki, artıq buradakı əhalinin Amerikanın öz vətənlərini hesab etmələridir. Haqqında bəhs olunan müharibənin gedişində müstəqilliyini elan etmiş dövlətin qalib gəlməsinin iki nəticəsini müəyyən edin. Nəticəsi budur ki, İngiltərə onun ABŞ-nin müstəqilliyini tanıyır və Kanada deməli İngiltərənin tərkibində qalır. Dinlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.